Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu sizə 3 dəhşətli xəbər verəcəyəm və daha sonra canlı yayıma başlayacağım. Siz də gəlin canlı yayıma. Və burada demədiyim xəbərlərdən, üstəlik də Zelenski-Trump görüşünün pərdə arxasından sizə xəbər verəcəyəm. Hər zaman canlı yayımız çox gözəl keçir. Qəti qaçırmayın. Dəyərli həmvətənlərim, xəbərimizin birincisi belədir. Putinin göstərişi ilə Zəngəzur müharibəsinə artıq tam hazırlıq gedir. Azərbaycanda Zəngəzur müharibəsinə tam hazırlıq gedir. Bunun üçün artıq İsraildən 2 aya qədər vaxt ərzində 30 yük təyyarəsi, silahlar gətirilib Bakıya, Azərbaycana. Məhz jurnalistlərin həbsi, xarici jurnalistlərin ölkədən çıxarılması, ölkə daxilində jurnalistlərin həbsi məhz Zəngəzur müharibəsi ilə əlaqədardır. Çünki Zəngəzura hücum olarsa, Azərbaycana ağır sanksiyalar qoyulacaq və bu da ölkəni iqtisadi böhrana gətirib, tez bir zamanda iqtisadi böhrana gətirib çıxardacaq və əhalinin problemləri beynəlxalq səviyyədə işıqlandırılmasın deyə yerli jurnalistlər həbs olunur, xarici media ölkədən çıxarılır. Üstəlik də Gürcüstan, havalar isinən kimi indi soyuqdur. Meydanlarda gecə qalmaq olmur. Havalar isinən kimi aprel-may aylarında Gürcüstanda əməlli başlı çevriliş olacaq. O çevrilişdən sonra və həmən ərəfədə Azərbaycanda nələr olacaq? Azərbaycanda polis rejimidir. Hətta bu İlham Əliyevin jurnalistləri həbs eləməsi birbaşa yuxarı dairələrdə məmurları da qorxuya salıbdır. O da olmasa tüstü çıxmaz. Bu nə məsələdir? Hamını tuturlar. Bəşər Əsəd kimi İlham Əliyev də bizi qoyub qaçacaqmı? Yəni bütün yuxarı sastavda çox böyük qorxu hökm sürür. Deməli, jurnalistlərin tutulmasının ən vacib səbəblərindən biri də Zəngəzur döyüşündə uduzacağımızdır. Artıq Zəngəzur döyüşündə uduzacağımız bütün Müdafiə Nazirliyinin də yuxarısında, prezident aparatında ən yuxarı eşalonda müzakirə edilibdir və artıq hamıya bəllidir ki, bu savaşdan çox ehtimal azdır ki, udub çıxarıq. İlham Əliyev bu savaşa bizi uduzmaq üçün soxur. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, çox gərgin savaş olacaq. Zəngəzur döyüşündə Azərbaycanın qalib gəlməsi sual altındadır. Çünki Ermənistanda çox güclü silahlar var. Ermənistanı çox güclü silahlandırıblar. Hələ üstəlik böyük devlətlər açıq şəkildə Ermənistana dəstək verir. Yəni Zəngəzur döyüşündə 44 günlük Qarabağ döyüşlərindən də qat-qat artıq itki verəcəyik. Yəni təxminən 20 min əskərimizin, hərbi qulluqçumuzun ölümü nəzərdə tutulub. Üstəlik də nəzərə alın ki, Hindistandan alınan 500 kilometrə mənzilli raketlərlə Bakı hədəf alınması, neft buruqları, strateji obyektlər, üstəlik də neft ayırma zavodu, dərin özürlər, bütün zavodlar, hər yer vurulacaq və bu vurulan yerləri də jurnalistlər çəkib beynəlxalq səviyyədə ictimailəşdirməsin. Çünki dəyərli həmvətənlərim, bunlar çəkirdi, göstərirdi. Əhali hiddətlənməsin. Yadınızdadır da Gəncənin bombalanması, yadınızdadır da bir çox rayonlarımızın bombalanmasına Azərbaycan İlham Əliyevə bağlı bir dənə media çəkib göstərmirdi. Ancaq göstərən kim idi? Türk jurnalist o qadın, bir də Kanal 13, Meydan TV, ondan da biz götürüb yayımlayırdıq. Neysə, Allah qorusun xalqımızı, ölkəmizi. İlham Əliyev gedərək bizi zülmə salmasa yaxşıdır. Deməli, döyüşü uduzacağıq və biabırçı vəziyyət olacaq. Necə ki, tutulan jurnalistlər Tərtər hadisələrini, şəhid qazi ailələrinin problemlərini işıqlandırdığı kimi, Zəngəzur döyüşündən çıxan ailələri də, Zəngəzur döyüşündən problem görən ailələri işıqlandıracaqdılar. Bu da Əliyevin sonuna səbəb olacaqdı. Daxili çaxnaşmaya, millətin ayaqlanmasına səbəb olacaqdı. Yəni, tək ailələrin problemləri yox, kütləvi surətdə o bayraqlar yenə öz balalarımızı vuracaq, yenə Rusun nömrəvi zabitləri
bizimkiləri satacaq, koordinatları satacaqlar. Nəcməddin orada deyilmi? Onun mafyası orada deyilmi? O günləri dedim, dayanmadan danışıram, Kürd Azər. Ermənistana ayda bir dəfə keçir, öz dəstəsindən oradan da bəri erməniləri gətirir. Sürü ilə heyvanları gətirir Ermənistanla. Bunu subutlarla dedim. İnanmırsınız? Sabah 6-cı gündür, ya sabah ya bürsü gün bir efirimiz de olacaq. Orada daha da dəhşətli faktlar qoyacağım efirə. Ona görə də İlham Əliyev müstəqil medianı məhv eləyir. Daha bu bir xəbərimiz idi. İkinci xəbərimiz. Prezident aparatında şöbə var. Şöbənin adı Prezidentin ərazi idarə etmələri üzrə iş şöbəsidir. Yəni, kısaca deyim, Yaltaqlar şöbəsidir. Bura Zeynal Lağdəliyev rəhbərlik edir. Zeynal Lağdəliyev həm də prezidentin köməkçisidir. Bu şöbənin əsas fəaliyyəti Yaltaqlar ansamblı ilə işləməkdən ibarətdir. Yəni, prezident rayonlara səfəri zamanı onun görüşdüyü vətəndaşlar sıradan təsadüfi seçilmiş şəxslər deyil. Bax, bu Yaltaqlar şöbəsində təhsil alan şəxslərdir. Onlar xüsusi hazırlanmış insanlardır və onları prezident aparatının bu şöbəsi idarə edir. Onlara yaltaqlanmağı, şeir deməyi, ağlamağı, qucaqlamağı, necə gülmək lazımdır prezidentin qabağında hamısını dərs keçib öyrədirlər. Hər cürə insanlar var orada, uşaqdan ağsaqqala ağ bir şeyə qədər. Onların ağsaqqalına ağ bir şeyinə tüpürəsiniz siz. Bu mütəmadi olaraq Xor dərnəyi, burada mütəmadi olaraq Xor dərnəyi də açırlar. Xor dərnəyi də öz işini görür, dəyərli vətənlərim. Yəni, müəyyən tarixlərdə daha peşəkar Yaltaqlar aparata yığılır, prezident aparatına. Onlara yeni şuarları məşq etdirirlər. Hamı da xorla səsləndirdiyi üçün səsləri bütün prezident aparatını bürüyür. Misal üçün, onlara xorla məşq etdirirlər bu sözləri. Məsələn, qurban olaram sənə cənab prezident, var olsun dəmir yumruq, Heydərin layiqli davamçısı İlham Əliyev. Belə şuarları xor şəklində məşq etdirirlər. Məşqlərə Zeynal Lağdəliyev özü də qatılır, iştirak edir, qoşulur, rəhbərlik edir. Və burada bir şey də deyim. Yadınızda da 73 ya 75 yaşında o günləri bir 73-75 yaşında birisi çıxıb deyir ki, oğluma İlham Əliyev adı verdim, nəvəmə də İlham Əliyev adı verəcəyəm. Bədbəh oğlu, sənin 75 yaşın var. Sən ən pis halda 35 yaşında evlənsən, 35 yaş, sənin oğlunun 40 yaşı var. Lap deyək 40 yaşında evlənsən, sənin oğlunun 35 yaşı olacaqdı. Bədbəh oğlu, sən nə bilirdin ki, Heydər Əliyev gələcək hakimiyyətə? Lap Heydər olsa belə, nə bilirdin ki, sən İlham Əliyev gələcək hakimiyyətə? Sən oğlunun adını İlham qoymuşdun. Bax, bunlar hamısı o Yaltaqlar məktəbində hazırlananlardır. Getdik. Üçüncü xəbərimiz. Bundan başqa prezident aparatında qumarxana fəaliyyət göstərir. Bu qumarxana prezident aparatının 7-ci mərtəbəsində ən böyük otaqdadır. O qumar masaları ən böyük otaqda quraşdırılıbdır. Bu qumarxananın məqsədi əsasən prezidentin boş vaxtlarında yığır başına böyük iri boynuzlu məmurları Ramil Usubov, Fuad Ələsgərov, Kəmaləddin Heydarov, Zeynal Lağdəliyev, baş nazirin mavini Yaqub Eyyubov bu kimi şəxsləri toplayır İlham Əliyev başına və dəhşətli səhərə qədər qumar gedir. İçki qumar, içki qumar. Bu qumarxana 4 ildir fəaliyyət göstərir. Qumarxanaya yalnız prezident özü gedərsə, özü olanda o otaq açılır, ora o məmurlar girə bilər. Yəni, başqa şəxslər boş vaxtlarda ora gedə bilməz. Yalnız prezident özü ora gedəndən sonra o məmurları çağırır. Prezident uduzanda qəzəbli aparır özünü, hamı məcbur olub qəsdindən uduzur və prezident udur. Bu adam çörəyini çıxartmağı bacarır valla. Zəlzələ olur, zəlzələdən pul yığır. Virus gəlir, virusdan pul yığır. Kür daşıb cəmatı su basır, oradan pul qazanır. Valla bunun elə bir dalında aktiv var. Lazerlə işləməyiblərsə İlhamın dalından. Valla onun dalında aktiv var. Nə olsa da oradan qazancını götürür də. Zalim oğlunun bəxti gətirir də. Bir dənə qumarda bəxti gətirmir, xaricdə oynayanda ancaq uduzur. Öz də etiraf edib də. Başqa
Özününkiləri kakalayıb udmağa nə var ki? Neyse, gəlin canlı yayıma, and olsun namus və şərəfimə burada dediklərimi yalan demirəm. Və gəlin canlı yayıma indi sübutlarınla deyim.